Sir kəşf edilmişdir. Ağlın gücü. Michael Bernard Beckwith. Siz uzun müddət beyninizdə saxladığınız fikirləri ixtiyari və ya qeyri-ixtiyari özünüzə cəzb edirsiniz. İşin əsli bax budur. Düşüncələrinizi dərk edib etməməyinizin heç bir fərqi yoxdur. Artıq siz onları anlamağa başlayacaqsınız. Sirrə yiyələnərək siz elə indi sanki dərin yuxudan oyanaraq onları yeni tərzdə qavrayacaqsınız. Bu ideyanın, bu qanunun və düşüncələrinizin necə bir gücə malik olduğundan agah olacaqsınız. Dr. John DeMartini. Sirrə aidiyyatı olan hər bir şeyə diqqətlə nəzər salsanız, görərsiniz ki, ağlınızın və niyyətinizin gücü gündəlik həyat tərzinizdədir. Yəni sizin ətrafınızdadır. Yalnız diqqətlə baxmağınız kifayətdir. Liza Nichols. Cazibə qanununun təsirini hər yerdə hiss etmək mümkündür. Siz hər şeyi, yəni insanları, işi, şəraiti, sağlamlığı, hətta sürdüyünüz maşını və çevrənizi belə özünüz özünüzə cəzb edirsiniz. Bunların hamısını sanki siz özünüz bir maqnit kimi çəkmisiniz. Nəyin haqqında fikirləşmisinizsə, onu da cəzb etmisiniz. Sizin bütün həyatınız şuurunuzda baş verən düşüncə tərzinin xarici təzahürüdür. Bu dünya dəf etmə deyil, daxil etmə dünyasıdır. Heç nə cazibə qanunundan kənarda qalmır. Sizin həyatınız əsas düşüncə tərzinizə əks etdirir. Planetimizdəki bütün canlıların həyatı cazibə qanunu üzərində qurulmuşdur. İnsan öz ağlını seçmə qabiliyyəti ilə digər canlılardan fərqlənir. Yalnız onlar öz düşüncələrini seçməkdə müstəqil və sərbəstdirlər. İnsanlar məqsədli şəkildə düşünmək və ağıllarının köməyi ilə öz həyatlarını yaratmaq gücünə malikdirlər. Dr. Fred Alan, kvant fizikası üzrə mütəxəssis, yazıçı, Amerikanın Milli Kitab Mükafatı laureatı. Mən arzuladığınız şeyləri sayıqlamalarla və qara-qara fikirlərlə səhv salmağınızdan danışmıram. Əsas məsələ daha dərin özülü, təməli olan anlayışdan ibarətdir. Kvant fizikası həqiqətən bunun kəşfinə yaxınlaşmaqdadır. Burada deyilir ki, sizin öz şuurunuz kainata yönəlməsə, siz onu nə anlaya bilərsiniz, nə də təsəvvür edə bilərsiniz. Çünki şuur gerçəkdən hər şeyə forma vermək xassəsinə malikdir və yalnız o zaman kainat dərk edilən olur. Əgər siz bədəninizin ən güclü teleqüllə ilə olan müqayisəsini xatırlasanız, o zaman görərsiniz ki, bu obraz Dr. Wolfun sözləri ilə tamamilə üst-üstə düşür. Şuurunuz düşüncələrinizi obraza çevirərək onu transilyasiya edir və bu obrazlar sizə həyat təcrübələriniz şəklində geri dönür. Sizin düşüncələriniz öz həyatınızı qurmaqla yanaşı, dünyanın yaranışına da əlavə güc verir. Əgər bu günə kimi dünya qarşısında aciz və əhəmiyyətsiz olduğunuzu düşünürdünüzsə, bugün bunu bir daha götür-qoy etməlisiniz. Ətrafınızda, çevrənizdə dünyanı şəkilləndirib quran sizin ağlınızdır. Kvant fizikasının son 80 illik fəaliyyətindəki qeyri-adi kəşfləri və nailiyyətləri sayəsində biz insan şuurunun hüdudsuz yaradıcı gücünü dərk edirik. Həyatımızda böyük rolu olan Carnegie, Emerson, Shakespeare, Bacon, Krishna və Buddha kimi mütəfəkkirlər bu kəşfləri vaxtilə öz çıxışlarında təsdiq etmişdirlər. Bob Proctor. Əgər siz qanunu anlamırsınızsa, bu o demək deyildir ki, onu inkar etmək lazımdır. Elektrikin nə olduğunu anlamaya bilərsiniz. Lakin bu onun verdiyi rahatlıqdan istifadə etməyinizə heç bir əngəl törətmir. Onun necə işlədiyini mən də bilmirəm. Lakin mən elektrikin köməyi ilə insana nahar hazırlandığını, eyni zamanda insanı külə döndərə biləcəyini də anlayıram. Michael Bernard Beckwith. İnsanlar nəhəng sirri anlamağa başlayarkən daima öz bədbin düşüncələrindən qorxuya düşürlər. Lakin bilməlisiniz ki, nikbin düşüncələr bədbin düşüncələrdən 100 dəfələrlə güclüdür və bu elmi təsdiqini də tapmışdır. Elə buna görə də narahatçılığa son qoya bilərsiniz. Həqiqətən neqativ düşüncələr və pisniyyətli fikirlər ömür yolunuza daima bədbəxtlik gətirir.
Əgər siz bir müddət israrla pis niyyətli fikirləri düşünürsünüzsə, problemlər həyatınızda mütləq peyda olmalıdır. Əgər mənfi fikirlərinizin olduğuna görə narahat olursunuzsa, sizə rahatsızlıq gətirən fikirləri həyatınıza daha çox gətirəcəksiniz. Elə bu andan etibarən xoşgörülü işlər, əməllər haqqında düşünmək qərarına gəlin. Bu zaman müsbət emosiyalarınızın qüdrətli, mənfi emosiyalarınızın isə zəif olduğunu da kainata bəyan etmiş olacaqsınız. Liza Nikos. Allaha şükürlər olsun ki, həyatda düşüncələrin ifadə edilməsi ilə gerçəkləşməsi arasında zaman aralığı mövcuddur. Əgər belə olmasaydı, bu hadisə bizim üçün bir bəlaya çevriləcəkdi. Zaman ünsürü sizin xeyrinizə işləyir və o sizə qərarınızı yenidən düşünmək, istəklərinizi dəqiqləşdirmək və yeni seçim etmək imkanı verir. Bu an həyatınızı təşkil edən və quran bütün gücə maliksiniz. Çünki fikirləşə bilirsiniz. Əgər əvvəllər sizi kədərləndirən fikirləriniz olubsa, elə indicə onları dəyişə bilərsiniz. Köhnə fikirlərinizi unudub, onları yeni, pozitiv və saf düşüncələrlə əvəz edə bilərsiniz. Zaman sizin üçün işləyir. Buna görə də elə indicə siz yenidən düşünərək yeni fikir tezliyində dalğa şüalandıra bilərsiniz. Dr. Joe Vitale. Siz öz düşüncələrinizi dərk edərək onları diqqətlə seçməyi öyrənməlisiniz. Bundan əlavə, bu prosesdən həzz almağı da bacarmalısınız. Çünki siz və sizin həyatınız özünüzün şedevr əsərinizdir. Həyatınızın heykəltaraş Mikelangelosu da, onun yaratdığı David də elə siz özünüzsünüz. Ağılı, zəkanı idarə etməyin yollarından biri onu təmkinlə, təvazökarlıqla idarə etməkdir. Bu kitabda təqdim olunan istisnasız olaraq hər bir ustad hər gün meditasiyanı öz şəxsi təcrübəsindən keçirir. Sirri özüm üçün kəşf etməzdən öncə meditasiyanın necə möhtəşəm bir güc olduğunu anlamırdım. O zehninizi sakitləşdirir, düşüncələri idarə edir, vücudunuza yeni həyat eşqi verir. Meditasiyaya saatlar ayırmağa ehtiyac olmaması çox şad xəbərdir. Başlanğıc üçün günə 3-10 dəqiqə kifayətdir. Hətta bu dəqiqələr belə düşüncələrin idarəsində inanılmaz rol oynayır. Düşüncələrinizdən agah olmaq üçün siz həmçinin özünüzə istiqamət də yarada bilərsiniz. Mən öz düşüncələrimin hakimiyəm. Bunu təkrarlayaraq meditasiya edin və cazibə qanununa əsasən siz həqiqətən öz düşüncələrinizin hakiminə çevriləcəksiniz. Hazırda aldığınız bu biliklər sizə yeni, ən möhtəşəm gerçəkliyinizi yaratmaq imkanı verəcəkdir. Onun imkanları artıq ən möhtəşəm siz tezliyindədir. Nəyə malik olmaq, nə etmək və kim olmaq istədiyinizə qərar verin. Bu barədə düşünün, gərəkli tezliyi şüalandırın və sizin arzunuz həyatınıza çevriləcəkdir. Sirlərin qısa məzmunu. Həyatın möhtəşəm sirri cazibə qanunudur. Cazibə qanunu bildirir. Hər tezlik özünə bənzər tezliyi cəzb edir. Və bu o deməkdir ki, siz düşünərkən şüalandırdığınız tezlik dalğaları kainatda olan ona bənzər tezlik sahəsi ilə birləşir. Düşüncələr maqnit xassəlidir. Onlar xüsusi tezliyə malikdirlər. Siz düşündüklərinizi kainata göndərərkən onlar həmin dalğa tezliyində olan hər şeyi sizə doğru yönəldir. Nə olmasından asılı olmayaraq kainata göndərilən hər bir şey öz mənbəyinə geri dönür. Mənbə isə sizsiniz. Siz öz fikirlərinizlə müəyyən tezlik translyasiya edən, insan vücudunda yerləşən ötürücü stansiyaya çevrilirsiniz. Əgər həyatınızda nəyisə dəyişmək istəyirsinizsə, düşüncə tərzinizi dəyişərək başqa tezliyə köklənin. Sizin indiki fikirləriniz gələcək həyatınızı qurur. Ən çox nə haqqında fikirləşir və ya diqqətinizi hansı düşüncəyə səfərbər edirsinizsə, onlar mütləq həyatınızda təzahür edəcəkdir. Fikirləriniz əşyaviləşəcəkdir. Sir sadəlikdən ibarətdir. Michael Bernard Beckwith. Biz qravitasiya qanununun fəaliyyət göstərdiyi kainatda yaşayırıq. Yaxşı və ya pis insan olmağınızdan asılı olmayaraq, əgər göydələndən yıxılırsınızsa, mütləq yerə çırpılacaqsınız.
Cazibə qanunu da təbiətin qanunudur. O da qravitasiya kimi tərəfsiz və şəxssiz olmaqla yanaşı, həm də dəqiq və səhvsizdir. Doktor Joe Vitale, sizi əhatə edən hər bir şeyi, o cümlədən narazı olduğunuz halları belə özünüz cəzb etmisiniz. Mən indi bilirəm ki, bunu eşitmək sizin üçün heç də xoş deyil. Siz elə bu an etiraz edirsiniz. Avtomobil qəzasını özümə cəzb etmişəm. Belə çətinliklə işlədiyim müştərini özüm arzulamamışam. Mən borc istəməmişəm. Lakin mən sizə açıq deyirəm. Bəli, həqiqətən də hər şeyi siz özünüzə cəzb etmisiniz. Bu konsepsiya çətin dərk olunanlardandır. Lakin onu qəbul edə bilsəniz, o həyatınızın axarını dəyişə bilər. Sirrin bu hissəsini eşidərkən insanlar tez-tez keçmiş zamanlardan bəri çoxlu qırğınlara səbəb olan hadisələri xatırlayaraq, o insanların bu qədər pis hadisələri özlərinə necə cəzb etdiklərini dərk edə bilmirlər. Axı cazibə qanununa görə onlar bu hadisələrlə eyni tezlikdə olmalı idilər. Lakin bu o demək deyildir ki, bu insanlar yalnız həmin hadisə haqqında düşünüblər. Buna baxmayaraq onların fikir tezliyinin dalğaları bu hadisələrin tezliyi ilə eyni sahəyə düşmüşdür. Əgər insanlar öz çevrəsinə təsir edə bilməyəcəklərinə, lazım olan yerə, lazım olan vaxta yetişə bilməyəcəklərinə inanırlarsa, həqiqətən də qorxu, acizlik və gücsüzlüklə bağlı fikirləri onları yanlış zamanda, yanlış yerdə olmalarına cəzb edəcəkdir. Sizin elə bu andaca seçim etmə imkanınız var. Siz hər şeyi alın yazısına bağlayaraq həyatda hər an pis şeyin ola biləcəyinə inanmaqmı istəyirsiniz? Nəzərdə tutmadığınız bir vaxtda, nəzərə almadığınız bir yerdə olacağınıza inanmaqmı istəyirsiniz? Və ya ətrafınızdakı hadisələrə nəzarət edə bilməyəcəyinizə inanmaqmı istəyirsiniz? Yoxsa öz həyatınızın öz əlinizdə olduğuna inanıb və sadəcə düşüncə tərzinizlə yaxşılıqları qəbul edərək yaşayacağınızı bilməkmi istəyirsiniz? Hansı düşüncə tərzini seçəcəyinizdən asılı olaraq onu həyatınıza gətirmək kimi seçiminiz var. Siz təkidlə çağırmadığınız müddətdə həyatınıza heç nə daxil olmayacaq. Bob Doyle, çoxu nəyi cəzb etdiyini anlamır. Biz bu proseslər üzərində nəzarət etmə qabiliyyətimizin yetkin olmadığını, düşüncə və hisslərimizin avtopilot vasitəsilə işlədiyini güman edirik. Heç kəs istəmədiyini şuurlu sürətdə özünə cəzb etməz. Arzu olunmaz hadisələri sizin və başqa insanların həyatına necə daxil olması sir biliklərindən xəbərdar olmadığınızdan irəli gəlir. Əslində isə bunlar hamısı düşüncənin möhtəşəm yaradıcı gücünü yetərincə anlamadığınız üçündür. Doktor Joe Vitale, əgər bu barədə ilk dəfə eşidirsinizsə, belə bir sualınız yarana bilər. Necə yəni? Bütün günü fikirlərimə nəzarət etməliyəm? Bu çox çətin işdir. Düzdür, başlanğıcda belə görünə bilər. Sonrası isə daha maraqlıdır. Sirrə gedən yollar çoxdur. Maraqlısı isə budur ki, siz özünüz üçün sərfəli olan yolu seçməkdə azadsınız. Kitabı oxumaqda davam edin və söhbətin nədən getdiyini anlayacaqsınız. Marci Shimoff, yazıcı, beynəlxalq səviyyəli mühazirəçi və təkmilləşdirmə lideri. Hər fikrə nəzarət etmək mümkün deyil. Alimlər hesab edirlər ki, insan beynində hər gün 60.000 fikir yaranır. Təsəvvür edin ki, hər gün 60.000 fikrin hamısını nəzarətdə saxlamağa çalışarkən siz hansı vəziyyətə düşərsiniz? Xoşbəxtlikdən bunun daha asan yolu var. Bu bizim hisslərimizdir. Onlar bizə nə haqqında düşündüyümüzü anlamaq imkanını verir. Hisslərin əhəmiyyətinin dərəcəsini qiymətləndirmək mümkün deyil. Şəxsi həyatınızı yaratmaqda ən yaxşı alətiniz onlardır. Unutmayın, bu dünyada hər şeyin ilkin səbəbi düşüncələrdir. Gördüyünüz və ya yaşadığınız hər bir şey isə yalnız onların nəticəsidir. Sizinlə baş verən hər bir hadisənin səbəbi sizin fikirlərinizdir. Bob Doyle, hisslərimiz nəyin haqqında düşündüyümüzü bizə göstərən ilahi bir bəxşişdir. Hissləriniz çox sürətlə hansı tərzdə düşündüyünüzü sizə çatdırır. Məsələn, pis xəbər eşitdiyiniz zaman həmin an yaranmış duyğunu xatırlayın. Bu vaxt mədənizdə sıxıntı, sinənizdə sancı hissləri yaranacaq.
Yadda saxlayın, hisslər və emosiyalar vaxt itirmədən düşüncələriniz barəsində sizə xəbər verir. Öz emosiyalarınızı dərk edərək anlamağı öyrənməlisiniz ki, nə hiss etdiyinizi də biləsiniz. Çünki bu hansı tərzdə düşündüyünüzü bilməyin ən qısa və asan yoludur. Liza Nikos: Sizdə iki cür duyğu tipi var, pis və yaxşı. Siz onlar arasındakı fərqi çox gözəl anlayırsınız. Birinə görə özünüzü çox yaxşı, digərinə görə isə çox pis hiss edirsiniz. Sarsıntı, kin, küskünlük, əsəbilik, günahkarlıq, bunlar hamısı negativ emosiyalardır. Onlar sizə güc və ya yaxşı ovqat vermir. Sizə özünüzü necə hiss etdiyinizi sizdən başqa heç kim deyə bilməz. Çünki bunu hər an yalnız siz bilirsiniz. Özünüzü pis hiss etdiyinizi anlamırsınızsa, sadəcə özünüzə müraciət edə bilərsiniz. Mən özümü necə hiss edirəm? Gün ərzində dəfələrlə bu sualı özünüzə verin və tədricən hisslərinizi dərk etməyə başlayacaqsınız. Əsas bunu bilməlisiniz ki, özünüzü pis hiss edib eyni zamanda yaxşı düşüncələrə malik olmaq mümkün deyil. Bu qanuna ziddir. Sizin düşüncələrinizi sizin hissləriniz təyin edir. Əgər özünüzü pis hiss edirsinizsə, deməli beyninizdə sizi pis olmağa məcbur edən hansısa fikirlər var. Fikirləriniz tezliyinizi təyin edir. Hissləriniz isə anındaca hansı tezlikdə olduğunuzu sizə xəbər verir. Pis duyğularınızın və pis əhvalınızın olduğu bir zamanda daha çox bədbinlik cəzb edən tezliyə düşürsünüz. Cazibə qanunu özünüzü daha pis hiss etdirəcək şəkilləri göndərərək mütləq sizə cavab verəcəkdir. Əgər özünüzü pis hiss edirsinizsə və düşüncələrinizi dəyişərək ovqatınızı dəyişməyə cəhd göstərmirsinizsə, o zaman həqiqətən də negativ siqnal göndərirsiniz. Mənə pis təsir edəcək hisslərdən daha çox göndərin. Özü də tez. Liza Nikos: Bunun əks üzündə isə pozitiv emosiyalar və xeyirli hisslər yerləşmişdir. Onlarla qarşılaşan kimi siz özünüzü daha yaxşı hiss edirsiniz. Fəxr, sevinç, təşəkkür, sevgi. Təsəvvür edin ki, bütün bunların hamısını biz hər gün hiss edirik. Pozitiv hisslər yaşayarkən özünüzü daha da yaxşı hiss etməyinizə kömək edən oxşar emosiyaları cəzb edirsiniz. Bob Doyle: Bu çox asandır. Mən indi nə cəzb edirəm? Bəs sən indi özünü necə hiss edirsən? Yaxşı. Əla, elə bu cürdə davam edin. Eyni anda özünü yaxşı hiss edib həm də xoşagəlməz şeylər haqqında düşünmək mümkün deyil. Yaxşı hisslər yalnız yaxşı düşüncələr nəticəsində yaranır. Siz həyatda istədiyiniz hər şeyi məhdudiyyət olmadan ala biləcəyinizi anlayırsınızmı? Bunun yalnız bircə şərti var. Xoşməramlı hisslərə malik olmalısınız. Özünüzü fikirləşin. Məyər hər zaman istədiyiniz bu deyilmi? Qanun gerçəkdən mükəmməldir. Marci Shimoff: Əgər özünüzü yaxşı hiss edirsinizsə, o zaman siz arzularınıza uyğun olan gələcəyinizi yaradırsınız. Əgər özünüzü pis hiss edirsinizsə, o zaman siz arzularınızdan uzaqlaşan gələcəyinizi qurursunuz. Cazibə qanunu hər saniyəni işləməkdədir. Fikirləşdiyimiz və hiss etdiyimiz hər bir şey bizim gələcəyimizi qurur. Əgər narahat olub qorxursunuzsa, o zaman siz həyatınıza daha çox qorxu və həyəcan gətirirsiniz. Lakin özünüzü yaxşı hiss edirsinizsə, deməli pozitiv düşünürsünüz. Siz düzgün yoldasınız, güclü tezlik şüalandırırsınız və o, özünüzü yaxşı hiss etməyinizə kömək edən pozitivi daha çox cəzb etmiş olur. Xoş anları unutmayın və o hissləri bəsləyin. Agah olun ki, özünüzü yaxşı hiss etdikcə ürəyə yatan hadisələri daha böyük qüvvə ilə daha çox cəzb edirsiniz. Sonrakı pilləyə qalxaq. Bəlkə də hissləriniz sizə düşüncələrinizdən agah olmaq imkanı yaradan kainatın geriyə olan əlaqəsidir. Jack Canfield: Hisslərimiz bizə düzgün və ya yanlış izdə olduğumuzu bildirən geriyə əlaqə mexanizmidir. Unutmayın ki, hər şeyin ilkin səbəbi sizin düşüncələrinizdir. Ona görə də siz inadkarlıqla eyni şey haqqında düşünərkən kainata durmadan eyni siqnal gedir. Düşüncələriniz özünə bənzər tezliyi maqnit kimi cəzb etdikdən sonra bir neçə saniyə ərzində hansı tezlikdə olduğunuzu hissləriniz vasitəsilə sizə xəbər verir.
Başqa sözlərlə desək, hissləriniz hansı tezlikdə olduğunuz barəsində kainatın sizə olan cavabıdır. Hissləriniz tezliyinizi izləmək üçün geriyə rabitə mexanizmidir. Xoş təəssüratlar və emosiyalar bizə bunu bildirir. Siz pozitiv düşünürsünüz. Əlbəttə ki, özünüzü pis hiss etdiyiniz zaman isə kainat sizə deyir, siz negativ düşünürsünüz. Keyfsizliyin və ovqatın pis olması kainatın sənə xəbərdarlığıdır. Diqqət, fikirlərini dəyiş. Negativ tezlik qeydə alınır. Tezliyini dəyiş, hesabat gəldi. Diqqət. Gələn dəfə özünüzü pis hiss edib pis emosiyalara qapılarkən kainatdan gələn siqnalı dinləyin. Bu dəqiqələrdə siz negativ tezlikdə olduğunuz üçün özünüzü yaxşılıqlardan təcrid edərək qapalı mühasirəyə alırsınız. Düşüncələrinizi dəyişin, gözəl bir şey haqqında düşünün. Yaranan xoş hisslər başqa bir tezliyə keçidinizi dərk etməyə yardımcı olacaqdır. Və kainat bunu sizin yaxşı əhvalda və özünüzü rahat hiss etməyinizlə təsdiqləyəcəkdir. Bob Doyle. Əslində düşündükləriniz deyil, yalnız hiss etdiklərinizi alırsınız. Beləliklə insanlar emosional tıxaca girirlər və nəticədə səhər yerindən keyfsiz və ya əzgin qalxdısa, qanı qaraldısa, günü eləcə də keçir. Onlar təsəvvür etmirlər ki, sadəcə emosiyaları dəyişməklə həm bu günü, həm də bütün həyatlarını dəyişə bilərlər. Cazibə qanununa görə, əgər gününüzü xoş ovqat və yaxşı əhval-ruhiyyə ilə başladınızsa, özünüzü yaxşı hiss edirsinizsə, gün ərzində əhvalınız dəyişməyəcəyi təqdirdə bu ovqatın ardınca siz daha çox könül açan hadisələr və müsbət enerjili insanları cəzb edəcəksiniz. Bizlərdən hər birinin elə günü olub ki, uğursuzluqlar bir-birinin ardınca gəlib. Zəncirvari reaksiya dərk edilib edilməməsindən asılı olmayaraq bir fikirdən başlayır. İlk pis fikir tezliyi özünə xas tezlik yaradır. Daha sonra ona bənzər fikirləri daha çox cəzb edir və işləriniz başayaq gedir. Əgər bir uğursuzluğa görə siz bədbinləşirsinizsə, dərhal uğursuzluğu daha çox cəzb edirsiniz. Sizin cavab emosiyalarınız həmin şeyləri daha çox cəzb edəcək və fikirlərinizin zəncirvari reaksiyası düşüncələrinizi məqsədli şəkildə dəyişəcəyinizə qədər davam edəcək. Siz öz fikirlərinizi istədikləriniz tərəfə yönəldib tezliyinizin artıq dəyişdiyi barəsində hisslərinizin də təsdiqini ala bilərsiniz. Cazibə qanunu bunu qəbul edərək yeni tezlikdən geriyə sizə həyatınızın yeni şəkillərini göndərəcəkdir. Beləliklə siz öz hisslərinizə sahib olub onları istədiyiniz səmtə çevirmək iqtidarındasınız. Arzu etdiyiniz iş üçün daha güclü tezlik nəql etmək istəyirsinizsə, məqsədinizə müvafiq olan emosiyanı öz fikirlərinizə əlavə etməklə hissiyatınızdan istifadə edə bilərsiniz. Michael Bernard Beckwith. Elə indicə özünüzü sağlam hiss edə bilərsiniz. Artıq özünüzü dövlətli hiss etməyə başlaya bilərsiniz. Doğru olmasa belə, ətrafınızdakıların sizə olan rəğbətini duya bilərsiniz. O zaman kainatda baş verənlər sizin qəlbinizin səsi ilə həmahəng olacaqdır. Kainat daxili hissləriniz və gerçəkliyiniz ilə mütləq təbii təmas yaradacaqdır. Çünki sizin hissləriniz bu yoldadır. İndi özünüzü necə hiss edirsiniz? Bu barədə bir neçə saniyə düşünün. Əgər hissləriniz istədiyiniz qədər nikbin deyilsə, bu zaman fikrinizi dəyişmək üçün emosiyalarınızı toplayın və hisslərinizi dəyişin. Diqqətinizi içinizə yönəldərək hisslərinizi səfərbərliyə alsanız, o duyğuları dərinləşdirərək gücünüzü artırmağa başlayacaqsınız. Ən asan üsul isə budur. Gözlərinizi yumun. Daxilinizdəki duyğularınızı, arzularınız boyu səfərbərliyə alın və bir dəqiqə ərzində gülümsəyin. Liza Nichols. Hissləriniz və düşüncələriniz həyatınızı nizamlayır. Hər zaman belə olacaqdır. Bu, qarantiyalanmışdır. Qravitasiya qanunu kimi cazibə qanunu da heç bir zaman səhv etmir. Siz donuzların göydə uçduğunu görməmisiniz. Çünki dünya qravitasiya qanunu səhvən donuzları unudub qravitasiyadan kənarda saxlamır. Bu həmçinin cazibə qanununa da aiddir. Başınıza gələn hər bir iş
sizin onun haqqında ardıcıl düşünməyinizdən və xəyalınızda təsəvvür etməyinizdən irəli gəlir. Michael Bernard Beckwith. Bu ideyanı həzm etmək çətindir. Lakin biz bunu mənəvi həyatımıza təlqin edə bilsək, görərik ki, nəticələr geniş şaxələnir və buna heyrət etməmək mümkün deyil. Belə çıxır ki, ağlınıza gəlib artıq həyatınıza təsvir etmiş hər hansı yanlış fikri, dünya görüşünüzü və təfəkkür tərzinizi dəyişməklə düzəldə bilərsiniz. Düşüncələrinizi seçib, hisslərinizi şəxsi təcrübənizdən özünüz keçirə bildiyiniz üçün yalnız siz hər şeyi dəyişmək iqtidarına maliksiniz. Nə qədər ki yaşayırsınız, siz öz dünyanızı qurursunuz. Dr. Joe Vitale. Özünüzü yaxşı hiss etməyiniz çox vacibdir. Çünki nikbin emosiyalar sizdən kainata gedən və yaxşılıqları sizə doğru çəkən bir siqnaldır. Beləliklə, nə qədər nikbin olursunuzsa, bir o qədər ruh yüksəkliyinizi artıran və onu qoruyub saxlamağa kömək edən hadisələri cəzb edirsiniz. Bob Proctor. Əgər özünüzü pis hiss edirsinizsə, bilin ki, bunu bir göz qırpımında dəyişə bilərsiniz. Ürəyə yatımlı musiqi qoyun və ya zümzümə etməyə başlayın. Bu zaman sizin hiss və emosiyalarınız dəyişəcəkdir. Yaxud sadəcə gözəl bir şey haqqında düşünün. Övladınızı və ya həqiqətən də sevdiyiniz digər bir şəxsi düşünün və bu düşüncəni beyninizdə qoruyub saxlamağa çalışın. Hər şeyi bir kənara qoyun və öz fikrinizi yalnız müsbət düşüncələr üzərində səfərbərliyə alın. Həmin andan özünüzü daha yaxşı hiss edəcəyinizə söz verirəm. Özünüzün ovqat dəyişdirən sirli açarların siyahısını tərtib edin və bunu daima əl altında saxlayın. Dəyişdirən açar dedikdə, mən sizin hisslərinizi ən tez dəyişən vasitələri nəzərdə tuturam. Məsələn, bu xoş bir xatirə, gələcəyə olan arzu, hansısa gülməli anlar, təbiət mənzərəsi, sizə əziz olan insan ya da sevimli musiqiniz ola bilər. Siz kin, kədər və ya əzginlik hiss etdiyiniz zaman öz siyahınıza nəzər salın və oradan birini seçib diqqətinizi onun üzərində cəmləyin. Müxtəlif zamanlarda keyfinizi müxtəlif şeylər yüksəldə bilər. Odur ki, bunlardan biri təsir etmədikdə o birini sınayın. Diqqətinizi çəkən fokusu dəyişdirərək özünüzü şənləndirin ki, tezlik dəyişsin. Bu çox asandır. Cəmi bir neçə dəqiqənizi alacaq. Sevgi ən qüdrətli hissdir. James Ray, filosof, mühazirəçi, yazıcı, müvəffəqiyyətə nail olmaq və şəxsi potensialın inkişafı proqramının qurucusu. Bəzən sizin yüksək əhval-ruhiyyəniz evinizdə saxladığınız sevimli heyvanlarınızdan da asılı olur. Heyvanlar çox gözəldir. Bizə əla ruhi vəziyyət bəxş edirlər. Siz öz bəslədiyiniz heyvana qayğı göstərərkən bu zaman keçirdiyiniz hiss həyatınıza xeyirxahlıq gətirir. Bu bizim üçün bir bəxşişdir. Məhz düşüncə və sevginin uzlaşması cazibə qanununun qarşısı alınmaz gücünü yaradır. Kainatda sevgidən daha qüvvətli bir güc yoxdur. Bu hiss şüalandıra bildiyiniz tezliklərdən ən ucasıdır. Əgər hər fikrinizi sevgi ilə bağlasanız, hər kəsi və hər şeyi sevə bilsəniz, həyatınız tamamilə dəyişəcəkdir. Keçmişdə bəzi nəhəng düşüncə sahibləri cazibə qanununu, hətta sevgi qanunu adlandırırdılar. Bu barədə dərindən düşünərək bunun nə demək olduğunu anlaya bilərsiniz. Siz kiminsə haqqında pis fikirdəsinizsə, bu pislik eynilə sizin həyatınızda gerçəkləşəcəkdir. Negativ düşüncələrinizlə siz heç kimə deyil, yalnız özünüzə ziyan vura bilərsiniz. Əgər sizin bütün fikirləriniz sevgi üzərində qurulursa, kimin həyatının sevgi ilə dolacağını tapa bilərsinizmi? Əlbəttə ki, sizin. Əgər əsas hissiniz və əhvalınız sevgi dolu olarsa, buna uyğun olaraq cazibə qanunu və ya sevgi qanunu sizə daha səxavətlə qarşılıq verər. Ona görə ki, siz ən güclü tezlikdəsiniz. Nə qədər böyük sevgi hiss edərsinizsə və şüalandırarsınızsa, bir o qədər də böyük bir qüvvə sizin üçün çalışacaq. Düşüncəyə hərəkət gücü verən əsas amil onun obyekti ilə əlaqədədir və insanın fəaliyyəti zamanı yanlışlardan,
qüsurlardan gələn təcrübənin öhdəsindən gəlməyə qadirdir və bu cazibə qanunudur. Başqa adla desək, sevgi qanunudur. O bəşəriyyətdə mövcud olmuş hər bir dinin, elmin və hər bir fəlsəfi sistemin əbədi təməl qanunudur. Sevgi qanunundan gizlənmək olmaz. Düşüncəni həyat enerjisi ilə dolduran bu hisslərdir. Hissiyat arzu ilə, arzular isə sevgi ilə doludur. Sevgi ilə bəslənmiş, qidalanmış düşüncə qarşısı alınmaz gücə malikdir. Marsi Şimov, siz həqiqətən hiss və düşüncələrinizi anlayarkən öz gerçəkliyinizi necə yaratdığınızı görəcəksiniz. Sizin azadlıq ruhunuz və bütün mənəvi gücünüz buradadır. Marsi Şimov Albert Einstein'dən bir gözəl sitatı bizimlə bölüşdü. İnsanın özünə verə biləcəyi ən vacib sual budur. Həyat bizimlə nə dərəcədə səmimidir? Cazibə qanununu dərk edərək sizin yeganə cavabınız bu olacaq. Bəli, həyat mənə qarşı çox səmimidir. Nə üçün belə cavab verirsiniz? Çünki bu suala belə bir cavab verərkən siz cazibə qanununun bunu gerçəkləşdirəcəyinə əminsiniz. Albert Einstein mühüm sualı belə qoymuşdu. Çünki o sirri anlayırdı. O bilirdi ki, fikirlər bizi düşünməyə və seçim etməyə məcbur edəcəkdir. Bu sualı qurmaqla dahi fizik bizə böyük bir fürsət vermişdir. Einsteinin bu niyyətini genişləndirmək üçün siz qətiyyətlə deyə bilərsiniz. Bu ecazkar həyatdır. O mənə yalnız xeyir gətirir. Həyat hər işdə mənimlə həmfikirdir. Nə etdiyimdən asılı olmayaraq o hər zaman məni dəstəkləyir. Həyat ehtiyaclarıma dərhal cavab verir. Həyatın sizə qarşı xeyirxahlığını bilin. Jack Canfield. Sirri öyrənib onun tətbiqinə başlayandan sonra həyatım möcüzə ilə doldu. Mən çoxlarının yuxuda gördüyü həyatı düşünərək hər gün yaşayıram. Dəyəri 4 milyon yarım olan evim, uğrunda canımdan keçə biləcəyim həyat yoldaşım var. Dünyanın ən heyrətamiz yerlərində səyahət və istirahət edirəm. Mən dağlara qalxmışam, ekspedisiyalarda iştirak etmişəm, safariyə getmişəm və bütün bunlar sirri həyatıma tətbiq etməyi bacardıqdan sonra baş verdi və hələ də davam etməkdədir. Bob Proctor. Həyat sizin üçün mütləq və fenomenal ola bilər. Sirdən istifadə etməyi öyrənsəniz, bu həmişə belə olacaqdır. Bu sizin həyatınızdır və o sizin onu kəşf etməyinizi səbirsizliklə gözləyir. Ola bilər ki, siz bugünə kimi həyatın gündəlik sərt mübarizələrdən ibarət olduğunu düşünmüsünüz və cazibə qanununa görə o sizin üçün belə də olmuşdur. Elə indicə və burada kainata bəyan edin. Həyat asandır. Həyat gözəldir. Bütün gözəlliklər mənə yönəlir. Qəlbinizin dərinliklərində üzə çıxmaq məqamını gözləyən bir gerçək gizlənib. O gerçək belədir. Həyatın mənə verə biləcəyi bütün yaxşılıqlara layiqəm. Ürəyinizdə bunu siz də bilirsiniz. Elə ona görə həyatınızda yaxşı şeylər azaldıqca dəhşətə gəlirsiniz. Siz bütün yaxşı şeylərə layiqsiniz. Siz özünüzü yaradırsınız və cazibə qanunu həyatda istədiyiniz hər şeyi yaratmaq üçün sizin sehirli alətinizdir. Sehirli həyata və öz gerçəkliyinizə xoş gəlmisiniz. Sirlərin qısa məzmunu. Cazibə qanunu təbiətin qanunudur. O, qravitasiya qanunu kimi hissiyatsızdır. Öz ardıcıl düşüncələriniz vasitəsilə, israrla çağırmadığınız müddət ərzində həyatınıza heç nə daxil olmayacaq. Nə düşündüyünü bilmək üçün özündən nə hiss etdiyini soruş. Nə düşündüyümüzü bizə çatdıran ən qiymətli vasitə emosiyalarımızdır. Keyfsiz olub, eyni zamanda yaxşı şeylər haqqında düşünmək mümkün deyil. Düşüncələriniz sizin tezliyinizi təyin edir, hissləriniz isə gecikmədən hansı tezlikdə olduğunuzu sizə xəbər verir. Pis ovqatda və pis əhvalda olduğunuz zaman daha çox neqativ şeyləri cəzb edən tezliyə düşürsünüz. Lakin nə zaman pozitiv hisslərlə bəslənirsiniz, o zaman daha böyük qüvvə ilə daha çox yaxşılıqları cəzb edirsiniz. Xoş xatirələr, təbiət mənzərələri və ya sevdiyiniz musiqi sizin ovqatınızı dəyişməyə kömək edib bir göz qırpımında başqa bir tezliyə köklənməyinizə yardım edər. Sevgi hissi şüalandıra biləcəyiniz tezliklərdən ən yüksəyidir. Sevgini nə qədər çox hiss edirsinizsə və şüalandırırsınızsa, demək bir o qədər böyük güc sizin xeyrinizə işləyir.